Xatamül Ənbiya Mustafa Muhammed sallallahu aleyhi və aleyhi və səlləm rəhmətən lil aləmin bu gördüyünüz evdə dünyaya göz açıbdır. Allah Həzrət Peyğəmbərimizin ziyarət və şəfaətini hər birimizə nəsib eləsin. Allah çətinliklərimizi, sıxıntılarımızı Peyğəmbərimizin əli ilə həll asan eləsin inşallah. Həqiqətən bu günlər 5 gün ki qaldıq Kəbə evinin ziyarətində. Bu günlər unudulmaz günlərdir. Heç zaman xatirələrimizdən silinməyəcək. Hər zaman Kəbə evinə videodan baxanda, sosial şəbəkələrdə baxanda xatırlayacağıq ki, bir zamanlar biz də buradaydıq. Allahdan istəyirəm Kəbə evinin ehtiramına xatir bu son olmasın. Allah ziyarətimizi axır ziyarət qərar verməsin. Allah bizi daima bu ziyarətlərdə qərar versin və Allah bizə nəsib eləsin. Yenə Kəbə evinin ziyarətinə gələk, yenə dua eləyək, namaz qılaq və sizlər üçün, iltimas dua istəyənlər üçün dua eləyək. Allah bizim ziyarətlərimizi qəbul eləsin, Allah sizə də nəsib eləsin.